İndi adətən bunu qabardırlar ki, yəni hədis deyiləndə ancaq Quran ayələri sırf nəzərdə tutulur. Rəvayət elmində, hədis elmində çox müzakirə olunan bir şeydir ki, bir insandan nəql olunmuş bir söz toplusuna da hədis deyirlər. Hədis hər yanda eyni mənada deyil. Bəli. Danışıq mənasında da ola bilər, hadisə mənasında da ola bilər, söz mənasında da ola bilər. Peyğəmbər sallallahu onun haqqında bir kəlmə soruşduqda Allah konkret olaraq İsa haqqında məsələn müəyyən bir ayəni net olaraq verib ki, yəni siz İsa haqqında düşüncəniz, əqidəniz bu. Bu cür sual verirlər ki, deyir sizin adınız Quranda var. İmam da təxminən bu cür deyir ki, bəli var. Deyir ki, necə yəni, anı Quranda yoxdur axı. Deyir ki, sən vəsflərə baxsan. Sən biləcəksən orada kimdir. Adları təhrif etmək olar. Amma inkar edən insanların qarşısında konkret net hər nə qoysan da zaten bunlar inadkardırlar da inadkarlığından qəbul etmirlər. Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun, dəyərli Quran sevərlər. Bugün də ənənəmizə sadiq qalaraq Quran marifi mövzularımıza davam edirik və bugün biz dəyərli dostum, qardaşım, dəyərli din xadimi Hacı Atif İsmayılovla birlikdə müzakirə edəcək mövzumuzu. Giriş üçün hansı mövzuda müzakirə edəcəyimizi də onu deyim. Adətən belə bir iddia irəli sürürlər ki, Quran özü hədisdir və ya Quran özünü hədis kimi təqdim edibmi? Bəzən məsələn Əraf surəsi 185-ci ayəni misal gətirirlər. Fəbi əyyi hadisin ba'dahu yu'minun. Yəni bu hədisdən sonra daha niyə iman gətirəcəklər? Və ya biz görürük ki, Zümər surəsi 23-də deyilir ki, Allahu nəzzələ əhsənəl hədisi. Allahdır ki, ən gözəl hədisi nazil edib və ya bir də görürük ki, məsələn Casiyə 6-da var, deyir, tilkə əyatullahi, bu Allahın ayələridir ki, nətluhə ələykə bilhaq, sənə haqq ilə onu tilavət edirik, fəbi əyyi hədisin bə'dəllahi və əyatihi yu'minun. Allahın hansı hədis və ayələrindən sonra nəyə iman gətirəcəklər? İndi adətən bunu qabardırlar ki, yəni hədis deyiləndə ancaq Quran ayələri sırf nəzərdə tutulur və biz də Hacı Atiflə bunu aydınlaşdırmağa çalışacaq ki, ümumiyyətlə Quranda hədis deyilərkən nə nəzərdə tutulur? Buyurun. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm, başlayıram mehriban və rəhimli olan Allahın adıyla. Bildiyiniz kimi, əgər bir məsələdə Quran-ı Kərimdən status gətirilirsə, ayə kimi və yaxud da ki, hər hansı bir hədis, bir söz kimi, əlbəttə, mütləq biz yenə də Quran-ı Kərimə qayıtmalıyıq ki, Quran-ı Kərim bu sözü hansı mənalarda istifadə edib. Heç bir şübhə olmadan, yəni bir Quranın kəlmə etibarından araşdırma apardığımız zaman baxıb görürük ki, hədis sözü Quran-ı Kərimdə özü 3 mənada istifadə olunub. Bəli. Onun birinci mənası müəyyən hadisələrin daha da qabardılmış şəkildə, hansı ki, məsələn, Quran-ı Kərimdə gözəl bir ayə var, deyir ki, və minən nasi mən yəştəri ləhvəl hədis. Tutaq ki, məsələn, bir hadisə baş veribdir, həmin o hadisəni qaynaq götürür və ondan başlayır fikirlər və ideyalar söyləməyə. Buna da Quran hədis deyir. Bəli. Digər bir nöqteyi nəzərdən Quran-ı Kərimin söylədiyi, yəni hədis ifadəsi elə Quranın özünə hədis deyir. Yəni Quran kəlamları, Quran sözü hədisdir. Bir də ki, bildiyiniz kimi bu ən çox daha doğrusu rəvayət elmində, hədis elmində çox müzakirə olunan bir şeydir ki, bir insandan nəql olunmuş bir söz toplusuna da hədis deyirlər. Ona görə müəyyən ayələr ki var, orada məsələn qeyd etdiyiniz kimi Allah Quranda buyurur ki, siz Allahın ayətlərindən sonra və yaxud da ki, Allahdan sonra hansı hədisə siz iman gətirirsiniz? Gərək birinci biz o ayədə olan hədis sözün kökünə baxaq. Görək oradakı ayədə mütləq həmin o ayələrdə Allah təbarək və təala müəyyən hadisələri nəql edir və həmin hadisələri inkar etmiş insanlar olur, inkar etmiş belə deyim də cəmiyyət olursa, o zaman onların yeni ortaya çıxartdığı hər hansı bir fikri və yaxud da hər hansı bir mənanı Quran-ı Kərim gəlir orada tənqid edir. Və məsələn biz Quran-ı Kərimdən ayələr gətirə bilərik ki, əslində Allah təbarək və bəzi yerlərdə bizi dəvət edir ki, məsələn İbrahimin Quranda bəli. Həl ətaka hədisu İbrahim qonaqları.
Bəli. Hə, İbrahimin qonağının belə deyim də hədisi və yaxud da ki, həl ətaka hədisu Musa. Yaxşı, əgərləri hədis sözünü biz Qurani-Kərimdə yalnız və yalnız ayəyə tətbiq etmiş olsaq və yaxud da ki, qeyd etdiyim kimi müəyyən hadisələr ki var, həmin hadisələrə nəql etmiş olsaq, onda bu ayələri biz necə təfsir edə bilərik, bu ayələri necə izah edə bilərik? Heç bir şübhə olmadan biz bunu qeyd edək ki, qoy tamaşaçılar rahat olsun. Mütləq şəkildə əgərləri hədisi hansı mənada yozursansa yoz, əlbəttə Quran belə deyək də, sən hədis adlandır, sən ayə adlandır, onun ən mükəmməlidir. Ən gözəlidir, çünki Allah kəlamıdır. Bəli. Amma Allah Qurani-Kərimdə müəyyən peyğəmbərlərin haqqında danışdığı zaman, onların hadisəsini bizə nəql etdiyi zaman, onu da bizim üçün nə kimi qələmə verir? Hədis kimi qələmə verir. Ona görə hədis sözü lüğəti mənadan heç vaxt mütləq şəkildə Quran ayəsinə şamil deyil. Hətta biz onu əldə nümunə götürək, deyək ki, yox, elə bu Qurana aiddir, ancaq biz bunu Qurana izah edə bilərik, ondan savayısı deyil. Ona görə də mən deyərdim ki, bu ayələri araşdıran insanlar mütləq şəkildə həmin kəlmənin ayədə hansı mənada istifadə olunduğunu qeyd etmək lazımdır. Mən bir də bir şey deyimsə ki, Quranın özəlliyi bundan ibarətdir. Eyni kəlmə Quranda əgər 100 dəfə keçərsə, heç də 100-ü də bir mənada deyil. Ayrı-ayrı mənalar daşıyır və ayrı-ayrı mənalardan biz onu çıxış edə bilərik və yenə də mümkündür zehnimizə sual asmasında müəyyən ayrı-ayrı qeyd edərik. İndi hədis deyilərkən gözəl bir nümunə də gətirdiniz ki, dediniz birinci hədis hər yanda eyni mənada deyil. Bəli. Danışıq mənasında da ola bilər, hadisə mənasında da ola bilər, söz mənasında da ola bilər, sair. Və hətta İbrahim Peyğəmbərin qonaqlarının hədisin dediniz, Musa Peyğəmbərin. Maraqlıdır ki, Buruc surəsində də deyir ki, həl ətəkə hadisul cunudi Firavna və Səmudə. Yəni, bu da o demək deyir ki, hədis deyilərkən mütləq Musa Peyğəmbərdən gətirilir və yaxud da ki, İbrahim Peyğəmbərdən. İndi bir məsələni də demək istəyirəm ki, cəmaət üçün hədis məsələsi aydınlaşsın. Belə bir irad bildirmişlər ki, bir dəfə ki, nə üçün deyir, tarix dərsliklərinə Musa Peyğəmbərin, İbrahim Peyğəmbərin, Nuh Peyğəmbərin, Salih Peyğəmbərin, daha qədim Peyğəmbərlərin olmayıb. Quran ki, buna şahidlik gətirir, bu da bir tarixi əhvalatdır. Belə bir iddia irəli sürüblər də. Çünki bəzən tarixlə bunu sübut eləmək çox çətindir. Amma Quran deyibsə bizə, bu cür olub. İndi bax ki, hədisin gücünü aşağı salmaq istəyənlər var da. Maraqlı deyil, nə baş verib, nə baş verməyib. Quranda var. İndi bizə daha yaxın tarixdən, Peyğəmbərin tarixindən olan hadisələri rədd edirlər. Salih Peyğəmbərin dövründən Quran deyib deyə qəbul ediblər. Yəni, buradan, məsəl üçün, hədisin haradan nə nəqli ki, təsəvvür edirlərmi ki, mən Qurandan nəyə qəbul edirəm, nəyə əsasən qəbul edirəm və bilmirəm də ki, hadisə necə olub. Amma buradan mənə daha yaxın olan bir şeylərdən, məsəl üçün, Peyğəmbər və Əhl-i Beytindən nəql olunan bir şeyləri tərk edirəm, deyirəm ki, yox, bunlar hamısı qondarmadır, bunlar uydurulmadır. İndi bu barədə də ki, hədis barədə əlaqələndirib bir kəlmə də deyərdir. Əslində qeyd etdiyiniz mövzular bizə bir daha, yəni Allah Təbarək və Təala Qurani-Kərimdə müəyyən peyğəmbərlərin hadisəsini qeyd etməkdə elə bizə əslində tarixi bir istinad kimi təqdim etməyi bizə belə deyim də göstərir. Yəni heç bir cəmiyyətdə mümkün deyil ki, orada müəyyən hadisələr, müəyyən tarixi mövzular keçməsin. Məsələn, Qurani-Kərimdə gələndə fil hadisəsi baş verəndə bəlli məsələdir ki, fil hadisəsi baş verib, ondan sonra neçə illər keçibdir, Allah peyğəmbərə peyğəmbərlik veribdir. Peyğəmbər səlavatullah o zaman deyəndə ki, ələm tərə keyfə fəalə rabbuka bi əshabil fil, onun ətrafında olan insanların heç birisi peyğəmbərə demədi ki, sən özün görmüsən. Sən özün görmüsən, orada yaşanmısan və yaxud da ki, çünki onu qəbul elədilər. Bəli, Niyə qəbul elədilər? Bəlli məsələdir ki, peyğəmbərə peyğəmbərlik verilən zamanda yəqin ki, o hadisənin canlı şahidi olan, ona görə o indiki zamanda məsələn bizə iradlar edirlər ki, nətər olur? Baxın, buna bir dənə diqqət eləyin. Deyirlər, nətər olur? Quşun dimdiyindən gələn bir daş filin başına düşür, onu öldürür. Bu qəbul olunmur. Amma halbuki peyğəmbərin zamanında yaşayan səhabələr
Bu iradı peyğəmbərə bildirmədilər. Niyə görə? Çünki onlar real olaraq o hadisəni görmüşdü. Ona şək şübhə ilə yanaşmamışdı. Təəssüflər olsun ki, biz deyə bilərdik ki, insanların indi zaman olaraq və yaxud da ki, belə deyim də, peyğəmbərdən 1400 il keçməsinə baxmayaraq müəyyən zaman ayrılığı baş verdiyinə görə bunlar o hadisəni görmədiklərinə görə təsdiq edir. Əslində Quran bizə yüzlərlə ayədə peyğəmbərin özünün də görmədiyi hadisəni ona müəyyən bir tarixi faktla təqdim edir. Bəli. Keçən dəfə də verilişdə qeyd elədik ki, tilkə min ənba'il qeybi nuhiha ileyk. Yusufun qissəsini danışanda deyirsən o zamanda yaşamamışsan. Səni sorduq. Amma mən indi sənə bunu bir hadisə kimi nəql edirəm. Sən də bunu kitabda qeyd elə ki, yəni şərt deyil. Bəziləri sual verir ki, sən peyğəmbərin zamanında olmusan. Buna ehtiyac yoxdur ki, əgər peyğəmbər səlavatullah bunu nəql edib deyirsə, vəhyə istinadən, deməli bu sualın yeri yoxdur. Peyğəmbərin ətrafında olan əshablardan heç birisi peyğəmbər demədi ki, sən Yusufun zamanında olmusan, bunu deyirsən mənə. Çünki onlar peyğəmbərin peyğəmbərliyinə iman gətirmişdilər, vəhyin konkret olaraq Allah tərəfindən olmasına iman gətirmişdir deyənə, ona görə Allah təbarəkəllah orada bizdən əslində istədiyi nə oldu? O kəslər Əlif lam mim zalikal kitabu la rayba hudan lil muttaqin ellezina yu'minuna bil gayb. Belə qeyblərdən də biri budur ki, Allah təbarək və təala tərəfindən peyğəmbərə ötürülmüş müəyyən tarixi hadisələr həm qeybi mövzular salır, həm də bizə məlumat verir ki, mən bu gün 2025-ci ildə yaşayıramsa, peyğəmbərin dövründə zamanda olmasam da belə müəyyən hadisələr baş vermişsə, mən onu inkar edə bilmərəm. Nə olsun mən orada olmamışam? Yəni Quranın verdiyi o tarixi hadisələr əslində bizə bir ibrətamiz olan bir dərslər öyrədir. Bir maraqlı bir metod bizə öyrədir. Amma təəssüflər olsun ki, bugün hədis bəlası o deyil. Yəni cəmiyyətimizdə konkret olaraq hədisin inkar olma səbəbi biz keçən verilişlərdə qeyd elədik ki, artıq bunlar bir ideoloji xətt olaraq formalaşıblar. Və formalaşdıqlarına görə də həmişə bilirsiniz də hər bir ideya formalaşanda müəyyən bir zaman keçəndən sonra artıq möhkəm bir əqidəyə çevrilir və o əqidənin də bugün daşıyıcıları var. Ona görə bu mövzuları müzakirə etmək yaxşıdır, amma özümüzü onun üstündə yormağa dəyməz. Zaten qəbul etməyən etmir. Məsələn, biz Allah kitabını inkar edən insanlarda görürük də. Yəni müzakirələrində adların qoyublar, nə bilim, müəyyən cərəyanlar vardı. Onlar da Allah kitablarını inkar edirlər və yaxud da ayələri inkar edirlər. Ona görə biz müəyyən bir bilgilər verə bilərək, amma inkar edən insanların qarşısında konkret, net hər nə qoysan da zaten bunlar inadkardırlar da, inadkarlığından qəbul etmirlər. O çox gözəl bir məsələ deyək. Elementar bəzi əzizlərə də bunu deyək ki, indi ateist zümrəni qoyuram kənara da. Ateistlər məsələn deyirlər ki, elə danışır ki, şəxsən mənə də deyirlər, elə danışır, elə bir yanında olub. Bunun müsəlman versiyaları da var. Bayaq çox gözəl dediniz. Məsələn, Ali İmran surəsində də deyir ki, "Zəlikə min ənba'il geybi nuhihi iləykə və ma kunta ladayhim iz yulquna aqlamahum ayyuhum yakfulu Maryam." Yəni hətta xanım Məryəm məsələsində də ki, o püşk kimi atırdılar ki, kim onu öz öhdəsinə götürüb himayə edəcək. Peyğəmbərə deyir, sən onun yanında deyildin. Və ya bir başqa ayələrdə də var ki, deyirlər ki, məsələn, burada da var ki, məsələn, "Zəlikə min ənba'il Qur'an naqussu aleykə." Bir çox şeylərdə deyir ki, sən orada iştirak etməmisən, amma biz sənə bunu xəbər veririk. Maraqlıdır ki, bizim əlimizə gəlib çatan şeylərdən görməmişik ki, kimsə peyğəmbərə desin ki, sən onların yanında olmusan, belə danışırsan. Burada bilirsiniz, bu arqumenti gətirmirlər ki, xeyr, peyğəmbər özü iştirak etmədiyi hadisələrdən xəbər verir. Amma buradan məsələn tarixən sabit olmuş şeyləri biz danışanda deyirlər ki, elə bil peyğəmbərin yanında olmusan, səhabələri görmüsən. Və mən istəyərdim ki, bir məsələyə də diqqət, yəni ki, çevirəsiz. Bilmirəm nə qədərdir, çox istəyərdim, son zamanlar buna çox toxunulur. Məsələn, Quran bəzi hadisələrə istinad edərkən, onun istinad etdiyi hər bir şey mütləq tarixdirmi? Bu barədə son dövrlərdə çox aktualdır da. Məsələn, deyək ki, Adəm Peyğəmbərin qissəsi. Yəni, fikir verdiniz, bəzən hədis deyir, bəzən qissə deyir. Yəni, Quran o qədər qəlizdir ki, ayırt eləməlisən də. İndi bu barədə sizin rəyinizi, fikrinizi öyrənmək istəyərdim. Baxın, mən deyərdim ki, bunun cavabını verməkdən ötürü ilk öncə biz Allah Təbarək və Teala'nın Quran-ı Kərimdə işlətdiyi 3 terminə biz diqqət eləməliyik. Birinci, Quranda kitab sözü keçib. Və bir çox hallarda Quran-ı Kərim hər hansı bir hadisəni, qissəni nəql edəndə deyir ki, tilkə min ayatil kitab.
Bunun özünün bir dənə ayrıca mövzusu var da. Bir sıra ayələrə gələndə, həmin ayələrdə Allah Subhanahu va Taala onu nisbət verir nəyə? Quranına. Bəli. Yəni Quran termini keçir. Bir sıra ayələrdə də zikr sözü keçir. Təbii ki, bunlar hamısı ayrı-ayrı mövzulardır, ayrı-ayrı məsələlərdir. Allah Təbarək və Təala bu dediyiniz Qurani Kərimdən ki, hansısa bir tarixi hadisəni gətirirsə, təbii də o kitab kontekstinə daxil olur. Yəni kitab konteksti nədir? Onunla bağlı bir açıqlama da verim, bir izah da verim. Kitab sözü çox təəssüflər olsun ki, bəzən çox yerlərdə yazılmış kimi tərcümə olunur. Məsələn, müshəfdən ayrı eləmirlər. Müshəfdən ayrı eləmirlər. Kitab məsələn Qurani Kərimdə bir çox şey var. Deyir ki, məsələn elə onu istinad gətirirlər ki, bizim hər bir şeyimiz yazılıb. Kitab sözü ümumiyyətlə orada müxtəlif mövzuların olduğu bir topluma deyirlər. Məsələn, Allah Təbarək və Təala ölümü qeyd eləyəndə bizim əcəlimizi kitab kimi təqdim edir. Kitab kimi təqdim edəndə bəziləri belə başlayır. Kitab yəni yazılış. Əslində o deyil. Kitab ona görə təqdim olunur ki, yəni ölümün neçə səbəbi var? Ölümün səbəbi bir deyil. Ölümün məsələn yüzlərlə, minlərlə səbəbi varsa, bunlar bir topludur. Toplu olduğuna görə Quran onu kitaba nisbət verir və təbii ki, onlardan hansı birisi baş versə, ölüm nədir? Qaçılmazdır. Bu müəyyən hadisələri ki, Allah Təbarək və Təala Qurani Kərimdən bizə nəql edirsə, onu sırf olaraq indi geniş bir mövzuda Kitab-ı Mubindir, Nəhl-i Məhfuzdur. Bunlar geniş bir mövzudur. O mövzular ki var, Allah Təbarək və Təala orada çox vaxt müəyyən tarixi hadisələri bütün ənbiyalara veribsə, onu kitabın adı ilə təqdim edir. Kitabın adı ilə ona görə təqdim edir ki, yəni bu da Qurani Kərimdə bir növ Allahın Peyğəmbərə verdiyi məlumatların cərəyan xəttidir. Aydın oldu. Ona görə Peyğəmbərin söylədiyi bu kitab kontekstindən olan müəyyən tarixi hadisələr bəlli məsələdir ki, faktdır, dəqiqdir və ölçüsü də bəlli olan bir şeydir. Sadəcə müəyyən mövzular var ki, Allah Təbarək və Təala onu məsələn kitaba nisbət vermir. Verir Quranın özünə. Biz keçən dəfə də qeyd elədik. Gərək bu üç terminlər haqqında ayrıca bir dənə mövzu ayıraq ki, Quranla, kitabla, zikirlə bunların fərqi nədir? Məsələn, Quranda buyuranda ki, "Nəhnu nəzzəlnə zikrə və nəhnu lehu hafizun." Biz zikri təbii də orada Qurani Kərimə şamil etmək özü, yəni Quran mənaya etibarla doğru deyil. Tam onun özünə məxsus ayrı metodları var. Ona görə mən deyərdim ki, ən gözəl mənbə həm tarixi nöqteyi nəzərdən olsun, həm nə bilim qeybi nöqteyi nəzərdən olsun, həm nə bilim İslamın bütün bizə təqdim etdiyi mənalar olsun. Ən gözəl mənbəsi əlbəttə Quran və Quranı bizə çatdıran nədir? Peyğəmbər sallavatullahın özüdür. Peyğəmbər sallavatullahda biz keçən dəfə də qeyd elədik ki, təəssüflər olsun ki, bəziləri bunları fərqləndirə bilmədiyinə görə elə Quranı bütövlükdə hamısını risalət kimi götürür. Əslində Quran bütövlükdə risalət deyil, çünki Peyğəmbərin peyğəmbərlik missiyası olduğuna görə də o peyğəmbərlik missiyasına bütün baş vermiş hadisələrin həqiqəti daxildir. Bəli. Və təbiidir, müəyyən zamanda məsələn, Allah niyə İsa Peyğəmbər haqqında qısaca danışır və Musa Peyğəmbər haqqında qısaca danışır? Çünki ondan öncəki səmavi kitablarda əgər hər hansı bir məlumat yaranıbsa, bu məlumatlar müsəlmanlar arasında ixtilafa səbəb olublarsa, Peyğəmbər sallavatullahdan onun haqqında bir kəlmə soruşduqda Allah konkret olaraq İsa haqqında məsələn müəyyən bir ayəni net olaraq verib ki, yəni siz İsa haqqında düşüncəniz, əqidəniz bu olsun. Bəli. Məsələn, kimlərsə deyə bilər ki, o Allahın oğludur filan. Yəni Peyğəmbərin zamanında o mövzular ki, əhatəli şəkildə müzakirəyə çevrildi. Allah orada konkret şəkildə bir dənə İsa haqqında misal çəkdi ki, kəlimətun minhu, ruhun minhu. Yəni siz bilin ki, həqiqət budur. Bundan öncə deyilən həqiqətlər nədir? Yəni doğru deyil və dürüst deyil. Çox gözəl. İndi bir əlavə də qeyd edim ki, İsa Peyğəmbərdən də sitat gətirdiniz. Bəzən bir ağzını açan kimi dərhal deyirlər ki, məsələn, Quranda imamların adı varmı? Bu şeyi tez-tez istifadə edirlər. Göstər mənə imamın adını. Bir haşiyə kimi deyim ki, Quranda bilirik ki, Musa Peyğəmbərin də, İsa Peyğəmbərin də adları bizim Həzrət Peyğəmbərdən daha çox çəkilir. Ad çəkilmə önəmli bir şey deyil ki, bunu qabardaq. İndi belə çıxır ki, Musa Peyğəmbər belə daha üstün idi ki, onun adı daha çox çəkilsin. Peyğəmbərin tanınmış görkəmli sahabələri olub. Ancaq Quranda Zeydin adı var.
Yəni İslam tarixində oxuyanlar bilir ki, Zeyd səhabə kimi önəmli bir fiqur deyildi. Halbuki orada səhabə ada baxılsaydı daha üstün səhabələrin adları qeyd edilərdi. Və ya Əbu Ləhəb, Peyğəmbərin əmisi. Əbu Ləhəb o cür babası Əbdülmüttəlibin adı çəkilmədi. Əbu Talibin adı çəkilmədi bu. Yəni hardasa imama da bu cür sual verirlər ki, deyir sizin adınız Quranda var. İmam da təxminən bu cür deyir ki, bəli var. Deyir ki, necə yəni anı Quranda yoxdur axı. Deyir ki, sən vəsflərə baxsan. Sən biləcəksən orada kimdir. Adları təhrif etmək olar. Məsələn, deyir ki, orada Əli adı olsaydı, deyəcəklər ki, mən nə bilim Əli deyəndə kim nəzərdə tutulur? Hanım onu. Əli ibn Əbu Talib olsun. Deyəcəkdir Əli ibn Əbu Talib deyəcəkdir ki, o dövrdə başqa Əli ibn Əbu Taliblər də olardı. Amma vəsfləri təhrif etmək olmur. Ona görə o rükû halında zəkat verən söhbəti, mübahilə ayəsi və bu cür hallarda görürsünüz ki, biz o vəsiflərlə bilirik, adları təhrif etmək olsa da vəsifləri də olmur. Bir dənə də ki, son olaraq siz keçən səfər... Bununla bağlı mən bir əlavə edim sizə ki, bizdən ad tələb edənlərə biz bunu deyirik ki, Allah Təbarək və Təala Təlaq surəsində bir söz, Təhrim surəsində Peyğəmbərin özünə məxsus zövcələri ki var, hansı ki ona ən yaxın olan bir insanlardır. Allah Quranda onların adını çəkmir. Bəli. Çəkir? Xeyr. Ancaq və ancaq Allah orada Qurani Kərimdə zövcəsinin adı, zövcə kəlməsini istifadə edir. Elə bilər də, məsələn, Peyğəmbərin ən dəyərli həyat yoldaşı xanım Xədicə öz canını İslam üçün verdi, malını hər bir şeyin xərclədi. Allah bir dəfə də Xədicənin adını çəkmədi. Yəni Peyğəmbərin digər zövcələri var. Necə ki, Təhrim surəsində ən müzakirə olan məsələlərdən biri budur ki, görəsən hansı zövcələri olubdu. Elə Allah konkret istəsəydi orada deyərdi ki, filan kəslə, filan kəslə. Adlarını çəkmədi. Həmin o zövcəni, belə deyim də, o ərəb təbirindən o məsələni qeyd elədi. Nəyə görə? Çünki ehtiyac yoxdur. O zamanda, o dövrdə yaşayan insanlara biz müraciət edirik ki, bəli, Peyğəmbərin zövcəsi kimdir? Bəlli məsələ tarix var, həyat var. İndi belə məsələn, bizdə bugünkü dünyada bir bəy bir qadınla evlənirsə, bu bütün dünya məşhur olursa, Peyğəmbərə də o cür. Əslində, təqdimat önəmli olduğuna görə, biz həmişə keçən dəfə də biz bunu müzakirə elədik ki, adların qeyd olunması önəmli deyil. Peyğəmbər sələvatullah öz həyatında son anına qədər belə, məsələn, çox yerlərdə Həzrəti Əli əleyhissalamı təqdim edir. Mənim qarşıma çıxdı buna bir dənə mükəmməl bir cavab. Həqiqətən də bir alimin mükəmməl bir cavabı vardı. Deyir, sanki sən uzun illər bir cəmiyyətin içərisində yaşayırsan, bir toplum. Belə adın qoyaq, məsələn, bir idarənin içərisində. Deyir, bir idarənin içərisində sən uzun bir müddət yaşayırsan, sənin ətrafında olan bir insanlara sən hər gün yanında olan ən etibarlı bir insanı təqdim edirsən. Deyirsən ki, bax bu etibarlıdır, bundan nə lazımsa soruşun, mən olmasam, bunu həmişə deyirsiniz də. İndi təsəvvür edin ki, bu insan həyatını dəyişir heç kimə heç zad demədən. Orada yaşayan insanların arasında, zehnində bu insanı əvəz edəcək şəxs kim olacaq? Birinci zehnlərinə kim gəlir? Çünki sağlığında elə hər vaxt sağında, solunda, qabağında, gedəndə hər zaman bu insanı təqdim edirdi. Deyirlər, bu ən böyük əqli dəlillərdən biridir ki, hətta o insan dünyasını dəyişəndə belə və yaxud da ki, o yeri tərk edəndə belə öz yerinə müəyyən bir insanı təyin etməsə, onun ətrafında olan insanlar yığışacaq ki, burada bu neçə vaxt ki, bu şəxs burada bu işi idarə edirdi, kimi bizə daha çox tövsiyə edirdi? Deyirlər, filan kəsi, deyirlər, ən layiqi o da onu seçin də. Peyğəmbər sallallahu öz həyatında, yəni Həzrəti Əli əleyhissalam üçün bunu yüzlərlə yerlərdə tətbiq elədi ki, hətta sabah ehtiyac yoxdur, çıxsın Qədirxumda desin ki, mən kuntum mavla fəhazə əl, ona da ehtiyac yoxdur. İnsanların arasından gedəndən sonra bütün cəmiyyət toplaşsın ki, bir qərara gəlsin ki, Peyğəmbər sağlığında daim bizə nümunə olaraq filan kəsi göstərirdi. Elə ən layiqi budur. İndi seçərlər, seçməzlər, o başqa məsələdir. Düzdür. Bir dənə də indi yekunlaşır. O keçən verilişdə çox gözəl bir fikirdir. İstəyirdim ki, onu da burada da təkrarlayasınız. O da bu idi ki, dediniz ki,
məsələn, bəzən Quran deyiləndə elə bilirlər ki, ancaq risalət, namaz qıl, oruç tut filan elə. Halbuki, məsələn, bəzi ayələr var ki, əhddən söhbət açılır, amma deyilmir əhd nədir? Bəli. Əmr deyilir, deyilmir əmr nədir? Yəni, Quran təkcə namaz qıl, oruç tut, başını ört, bu qəbil şeylər deyil. Keçən səhər Loğmanın məsələsində çəkmişdiniz ki, Allah Taala özü kimlərinsə sözlərini nəql edir. Musanın sözünü, Loğmanın sözünü, elə bilinmir peyğəmbərdir, peyğəmbər deyil də. Yəni Allah özü şəxsən söz deyə bilərdi. Nə ehtiyac var idi ki, burada məsələn Loğmanın oğluna olan bir şeyini desin. Cəmaata da demir, araşdırın Loğman peyğəmbərdir ya peyğəmbər deyil. Yəni, bu barədə də istəyərdim ki, qısaca deyərdiniz ki, Allahın başqa kəslərin sözünü nəql etməsi. Bəli, biz ona görə verilişimizdə belə bir sual qoyduq ortaya ki, sanki Quran-ı Kərim hamılıq, yəni başdan ayağa hamısı Allahın öz sözüdür. Bəli. Təbii biz dedik ki, xeyr, Allahın öz sözü deyil. Orada müəyyən insanların müəyyən zamanda, müəyyən dövrdə yaşadığı, söylədikləri sözləri var. Məsələn, Yusuf əleyhissalatü vesselam hadisəsinə gələndə deyir ki, Züleyxa belə dedi Yusufə, Yusuf da ona belə dedi, götürür onların müzakirə məsələsini Qurana salır. Aydındır. Bu Allahın sözü deyil ki, Allah onları deməmiş ki, mən sizə deyirəm ki, belə deyəsiniz. Hətta mən onu götürüm salım Qurana. Xeyr, baş vermiş hadisələrdə birinin digərinə söylədiyi o mətni, yəqin ki, onun pərdə arxasında bir ibrətamiz bir şey vardı ki, Allah onu götürdü, Qurana saldı. Həmçinin də Loğman peyğəmbər durdu öz övladına, nəsihət verdi. Dəyərli nəsihətlərdən olduğuna görə Allah Loğmanın sözünü götürdü, onu Quran ayəsinə çevrildi və ayəsinə çevirib onu insanlara təqdim etdi ki, yəni bəşər sözü də bəzən nə ola bilər? Hikmətli ola bilər, qüdrətli ola bilər, təbiidir, seçilmiş bəşər. Burada da hikmət nədir? İnsan yer üzərinin ən üstün və şərafətli bir məxluqu olduğuna görə o əgər Allahı özündə təmsil edirsə, biz onun adını xəlifətullah qoyuruq. Allahı özündə təmsil edir. Deməli, insanda o qüdrət var. Allah ona potensialı verib ki, o ilahi dəyərli şeylər təqdim eləsin. Ona görə bugün biz cəmiyyətimizdə əgər peyğəmbər yoxdur ki aramızda, imamlarımız da yoxdur. Baxıb görsək ki, həqiqətən də bir insan hər bir belə deyim də ədəbi, əxlaqı, imanı, təqvası yerindədirsə, bu Allahın yer üzərində olan bir loru dildə desə ki, quludursa, bəndəsidirsə, bunun ağzından çıxan hər bir söz Quran ayəsinə bərabər olacaq. Elə Allah buna görə Loğmanın sözünü Qurana saldı ki, yəni hikmətli, dəyərli, çünki insan yer üzərinin ən əşrəf məxluqatı. Allahın müəyyən ayələrdə də biz deyirik ki, əvliya Allah, yəni bir məqama gəlib çatıb ki, əslində də insan elə buna görə yaradılıb. Yaradılışın hədəfi budur. Təşəkkür edirəm, çox sağ olun, zəhmət çəkdiniz. İndi gördünüz ki, Quranda hədis, indi düzdür, ötəri səthi məlumat xarakterli çatdırmağa çalışdıq ki, Quranda hədis deyilərkən təkcə Quranın özü nəzərdə tutulmur. Bəzən o Quranın özündə Loğmanın da sözləri var və digər Yusuf peyğəmbərlə Züleyxanın sözləri var və bu qəbil. İndi inşallah Allah qoysa bizi izləyin, özünüzdən müğayət olun. İndi fərqli mövzularla görüşünüzə gələcək. Sağ olun.